سبيل مريح تنهد يا صاحي كي تستريح. Ey Allah'ın mal dövlət bəxş etdiyi, lakin bu mal dövlətdən Allah yolunda sədəqə verməyən və mallarının zəkatını çıxarmayan kimsə. Bu dediyim sözlərə diqqətlə qulaq as. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, Allah sizin hər birinizlə tərcüməsiz danışacaqdır. İnsan sağ tərəfinə baxacaq, ahirətə göndərdiklərindən başqa heç bir şey görməyəcək. Sol tərəfinə baxacaq, ahirətə göndərdiyi şeylərdən başqa heç bir şey görməyəcəkdir və önünə baxacaqdır. Önündə alovlu cəhənnəm atəşindən başqa bir şey görməyəcəkdir. Elə isə bir xurmanın yarısı ilə də olsa özünüzü cəhənnəm odundan qoruyun. Bunu tapa bilməyən kimsə özünü gözəl bir sözlə qorusun. Bu hədisi Buxari və Muslim rəvayət etmişdir. Bilin ki, qiyamət günü hər kişi öz sədəqəsinin kölgəsindədir. Yenə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, insanlar arasında hökm verilincəyə qədər hər kəs verdiyi sədəqəsinin kölgəsində olacaqdır. Bu hədisi İmam Əhməd rahimehullah rəvayət etmişdir. Sədəqə vermək qulun malını azaltmaz, əksinə malını çoxaldar və bu onun Allaha sədaqətini göstərər. Amma lakin bugün yaşadığımız dönəmdə insanlar mallarının sədəqəsini verməkdən və Allah yolunda yaxşılıq etməkdən, ehsan etməkdən çox-çox geriyə durmuşlar. Bunun səbəbi isə bir çoxlarının qəlblərinin dünya malına bağlı olması və bu malları sevməsidir. Halbuki Allah Resulü sallallahu aleyhi və səlləmin səhabələri onlara çoxlu mal dövlət gəldiyi zaman və həmçinin oğul uşaqları artdığı zaman bunu Allah tərəfindən göndərilmiş bir müsibət hiss edərdilər. Çünki Allah subhanahu wa ta'ala bir qulu haqqında istidraz qərarı vermişsə, onun mal dövlətini çoxaldar və oğul uşağını isə bol edər. İstidrac nədir? İstidrac tədricən əzaba yaxınlaşdırmadır. Odur ki, Allah Resulü sallallahu aleyhi və səlləmin səhabələri özlərinə mal dövlət gəldiyi zaman, oğul uşaq çoxaldığı zaman bu düşüncəyə qapılardılar. Görəsən biz nə günah etmişik ki, Allah bizi imtihan etmir, Allah bizə fani olan dünya nimətlərini verir. Baxın, bugün o səhabələrlə bizim aramızda nə qədər fərq var. Halbuki Allah Teala sədəqəyə o qədər bərəkət vermişdir ki, o dünyada bir çox şeylərin önlənməsində ən əsas səbəblərdən biridir. Bu haqda Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, su odu söndürdüyü kimi sədəqə də insanın günahlarını söndürür. Hədisi Tirmizi və həmçinin İbn-i Məcə rəvayət etmişdir. Başqa bir hədisdə yenə Tirmizi rəvayət etmişdir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, sədəqə Rəbbin qəzəbini söndürür və insanı pis ölümdən uzaqlaşdırır. Yenə digər bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, müsəlmanın verdiyi sədəqə ömrünü uzadır, pis ölümün qarşısını alır və Allah onunla təkəbbürlüyü, kasıllığı və öyünməyi yox edir. Bu hədisi də Heysəmi rəvayət etmişdir. Ona görə də möhtərəm müsəlmanlar, bu haqda fikirləşin. Bu haqda fikirləşin ki, səhabələr sədəqə verməkdə bir-biri ilə yarışardılar. Çünki bilirdilər ki, onlar Allah yoluna nə qədər çox mallarından sədəqə versələr, Allah Teala onlar üçün daha böyük nemətlər hazırlamışdır və onlara daha böyük nemətlər verəcəkdir. Sədəqə vermək bir insanın dünyaya bağlılığını azaldır, onun ahirətə imanını gücləndirir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mallarının zəkatını verməyən və mallarının zəkatını verməkdən boyun qaçıran bir millətə, bir ümmətə Allah Teala yağış verməz və onlar yağışdan məhrum edilərlər. Hətta onların heyvanları olmasa, onlara bir damcı belə yağış düşməz. Görün ki, Allah yoluna sədəqə vermək, malların zəkatını vermək nə qədər faydalı bir şeydir. Bununla insan həm özünə və həmçinin də digər canlılara nə edir? Digər canlılara da bununla yardım etmiş olur. Halbuki bizim qəlblərimiz dünyaya bağlandı, biz dünyaya qul olduq və sanki elə bildik ki, bu mallar əbədi bizim əlimizdədir. Bizdən öncə yaşayıb getmiş və bugün haqlarında yalnız tarix kitablarında
az-az sözlər yazılan qövmləri xatırlayın. Onlar ki, mal baxımından, onlar ki, güc baxımından bizdən qat-qat üstün idilər. Lakin Allah Taala o malı, o gücü onların əlindən aldı və onlar tarixin səhifələrinə qarışdılar. Şübhəsiz ki, siz də belə olacaqsınız. Bunu bilin ki, ağız ləzzətlərini qaçıran ölüm gəldiyi zaman, o ölümlə sizin aranızda heç bir şey girə bilməyəcək və sizi ölümdən dəf edəcək heç bir güc yoxdur və siz mütləq Rəbbinizin huzuruna qaytarılacaqsınız. Və bu gündə insan vadi dolusu malı olsa onu da verər və hətta bir o qədərini də verər ki, Allah Taala'nın əzabından qurtarsın, amma ki, Allahın əzabından heç yana qaçış yoxdur. O gün sizin üçün bu aqibət gəlməzdən öncə bugün mallarınızdan Allah yolunda çox sədəqə verin. Halbuki Allah Resulü sallallahu aleyhi və səlləm sədəqə verməkdə insanların ən cömərti idi. Bu barədə Həzrəti Ayşə və həmçinin İbn Abbas radiyallahu anhum rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm öz malından çox sədəqə verən və sədəqə verməyi xoşlayan bir kişi idi və onun ən cömert olduğu vaxt Ramazan ayında Cəbrail aleyhissalamla görüşdüyü zaman olurdu. Bu zaman Cəbrail aleyhissalam gələr və Allah Resulü sallallahu aleyhi və səlləmlə birlikdə Quranı tilavət edərdilər və Allah Resulü həmin günlərdə hətta ən cömert küləklərdən, ən bərk əsən küləklərdən belə sədəqə verməkdə cömert olardı. Bu hədisi də Buxari və həmçinin Muslim rəvayət etmişdir. Onun üçün möhtərəm qardaşlar, bu haqda çox düşünün. Bu günlərimiz elə bir günlərdir ki, müsəlmanların daha çox ehtiyacları vardır. Bu ölkədə nə qədər dullar, nə qədər yetimlər, nə qədər yoxsullar, o zənginlərin malları üzərində haqlara sahibdirlər. Və bilin ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, yetimin himayələri ilə mən cənnətdə bu iki barmağın fərqi kimi aramızda fərq olacaqdır və o, baş barmağını və orta barmağını bir-birinə yaxınlaşdırdı. Bilin ki, yetimin himayələri ilə Allah Resulü sallallahu aleyhi və səlləm cənnətdə bir yerdə olacaqlar. Ona görə də mallarınızdan çox zəkat verin. O dullara, o yetimlərə, o yoxsullara sahib çıxın. Onlar ki, bugün himayəsiz buraxılmış və ərləri Allah yolunda, ataları Allah yolunda şəhid olmuş və həmçinin xəstəliklərə mübtəla olmuş və həmçinin başqa səbəblərdən yetim qalmış nə qədər uşaqlar vardır ki, onların gözləri hər gün qapılardadır. Onlar müsəlmanların nə zaman onların qapılarını açacağını, Allah yolunda onlara sədəqə verəcəyini gözləyirlər. Amma siz evlərinizdə o paltarı bəyənməyib yenisini alırsınız, bu yeməyi bəyənməyib başqa bir yemək yeyirsiniz və bu zaman fikirləşin ki, o mallarda yetimlərin haqqı vardır. Bu haqda çox düşünün ki, qiyamət günündə bu mallar sizə fayda verməyəcək. Yalnız o mal fayda verəcəkdir ki, onun içərisində yetimin, yoxsulun, dulun, acizin haqqı gözlənilmişdir. Allah Taala'dan həm sizə, həm də bizə insaflı olmağı və mallarımızdan Allah yolunda sədəqə verməyi tövsiyə edirəm. Allah Taala bizim günahlarımızı bağışlasın.